Davam edirik. Metro sürət baxımından əvəzsiz nəqliyyat vasitəsidir. Tıxaca düşmürsən, gedəcəyin ünvana dəqiqələr içində çatırsan. Elə buna görə də metroda günün müəyyən saatlarında dəhşətli sıxlıq yaşanır. Səhhətində problem olan insanlar da təəssüf ki, həmin sıxlıqda özünü pis hiss eləyir. Təbii ki, bədbəxt hadisə məkan, zaman tanımır. Bu istənilən yerdə, gözləmədiyimiz anda baş verə bilər. Amma ötən gün Nərimanov metro stansiyasında 67 yaşlı kişinin ürək çatışmazlığından qəfil ölməsi bir sıra suallar ortaya çıxarır. Stansiyalarda ilkin müdaxilə üçün tibbi məntəqə və ya briqadanın olub-olmaması əsas suallardan biridir. Ya da vətəndaşlar tərəfindən həmin şəxsə təcili tibbi yardım gələnədək kömək oluna bilərdimi? Hər zaman dediyimiz kimi, belə vəziyyətlərdə insanlara kömək etmək üçün təməl tibbi biliyimizin olması vacibdir. Düzgün müdaxilə etmək qalsın bir yana, ən azından səhv müdaxilə ilə acı nəticələrə səbəb olmamaq üçün. Məsələnin həssasiyyətini nəzərə alan Nigar Namiq bu barədə araşdırma apardı. Həmkarım bununla kifayətlənməyib, tibbi müdaxiləni şərti olaraq canlandırıb. İzləyək. Hər gün metro ilə mənzil başına gedib gəlirik. Bəzən qarşımıza metroda ölüm yaşandı. Halı pisləşdi başlıqları altında xəbərlər çıxır. Bəs belə olan halda, yəni belə hallarla qarşılaşdığımız zaman nə etməliyik? Bu ölümlərin səbəbləri nələrdir? Qeyri-rəsmi statistikalar göstərir ki, il ərzində metroda halı pisləşənlərin və ya ölənlərin sayı çox azdır. Buna baxmayaraq, ötən gün metronun Nərimanov stansiyasında qəfil halı pisləşən 67 yaşlı şəxsin ölüm səbəbi bununla əlaqələndirilir. Mütəxəssislərin fikrincə, metroda insanların sağlamlığı üçün yarana biləcək təhlükələr sıxlıq və hava çatışmazlığıdır. Bu tək metroda deyil, insanların kütləvi toplandığı istənilən yerdə də baş verə bilər. Xüsusilə ürək-damar sistemi ilə bağlı problemi olanlara mümkün qədər insanların sıx olduğu yerlərdən uzaq durmaq tövsiyə olunur. Deyək ki, sərnişin vaqonda yol gedərkən özünü narahat hiss eləməyə başlayır. Bu zaman ətrafdakı insanlar təşviş yaratmaqdansa metropoliten əməkdaşlarına xəbər verməlidir. Metroda sərnişin sıxlığına səbəb olmamaq üçün biz ilkin tibbi yardımla bağlı şərti canlanma etdik. Buna görə bizə bir həkim, ambulans və şərti xəstə lazım olacaq. Hazırda biz ambulansdayıq. Az əvvəl xanım sərnişinin halı pisləşmişdi və ona təcili tibbi yardım heyəti yardım göstərdi və bura gətirdi. Bundan sonra hansı proses baş verəcək və belə olan hallarda nə etməliyik? Bununla bağlı suallarımıza cavabı reanimatoloq, anestezioloq Kəmal Rüstəmov cavab verəcək. İnsan var ki, evindən ac çıxır, yemək yemir, ya təzgah aşağı düşür. Bir də var ki, ciddi hallar baş verir. Burada artıq xəstənin huşu itir. Çox zaman bu xəstələrin yanında atası, anası, rəfiqəsi kimisi olur. Onlardan daha çox məlumat toplama olur ki, bunlar nə xəstəliyi var, nədən sonra baş verdi. Yox, əgər heç bir şəxs yanında yoxsa, bu xəstəni ətraf cəmaət çıxardır sərbəst yerə. Əgər əynində qalın paltar varsa, sinəsi bağlıdırsa, qalstuku varsa, onlar hamısı açılır ki, rahat nəfəs ala bilsin və sərt yerdə uzadıb və təcili yardım çağırmaq lazımdır. Xəstənin huşu özündə deyilsə, onun nəbzinə baxıb ayağının birini bir qədər yuxarı qaldırmaq lazımdır ki, qan normal dövr edə bilsin. Ümumilikdə isə xəstənin narahatlığını minimuma endirmək üçün az əvvəldə qeyd etdiyimiz kimi onun başına toplaşmamaq məsləhətdir. Daha sonra tibbi yardım heyəti gələnə qədər gözləmək lazımdır. Nəzərə alaq ki, ajiyotaj yalnız insan həyatını riskə atmır, həm də onun vəziyyətini daha da ağırlaşdırır. Bundan əlavə, ürək tutması baş verən zaman xəstəni suallarla yormaq olmaz. Onu nə qədər az danışdırsanız, bir o qədər yaxşıdır. Əgər ürək dayanıbsa, xəstənin nəfəs alıb almadığını yoxlamaq, nəfəs almırsa, süni nəfəs vermək, ürəyi atmırsa, tez ürək masajı etmək lazımdır. Bəs ölüm halları nə zaman baş verə bilər? Həmin şəxs yaşlı insandırsa, ola bəlkə əvvəllər infarkt keçirə bilərmiş, hansı bir xəstəliyi var, şəkər, ürək damar xəstəliyi, təzyiq xəstəliyi. Bu hallarda tromboemboliya baş verə bilər, yüksək kriz baş verə bilər. Belə deyək də, o xəstəlik baxmır harada necə insan ağlayır. Kütləvi yerlərdə belə hal baş verərsə, mütləq sürətdə, bayaq dediyim kimi, o ilkin yardımı eləyib, orada artıq hansısa bir dərman verməyə ehtiyac yoxdur. Həkim əlavə etdi ki, metro kimi insanların kütləvi istifadə etdiyi yerlərdə xoşagəlməz hallar yaşanan zaman operativ müdaxilənin təmin olunması üçün mütləq tibb məntəqəsi lazımdır. Bəs metro stansiyalarda niyə tibb məntəqələri yoxdur?
Sualımız barədə Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətindən bildirildi ki, bununla bağlı tibbi ərazi bölmələrinin idarəetmə birliyi ilə birgə müzakirələr aparılır və məsələ diqqət mərkəzindədir. Zərurət yarandığı halda metro stansiyalarda tibb məntəqəsi təşkil oluna bilər. Görünür, bu müzakirələr aparıldığı ərəfədə özümüz səhhətimizə qarşı daha məsuliyyətli olmalıyıq. Nigar Namik, Ağalar Ağalarov, Real.